Salam, tərtib etdiyim Mix Naq 1 testlərindən növbəti suala baxırıq. Sxemi tamamlayın. 20-ci əsrdə Azərbaycanda tətbiq olunan hərbi əməliyyatlardan biri, onun bir xüsusiyyəti verilib sxemdə, qondarma respublikanın ləğv olunması ilə nəticələndi. İndi isə biz həmin əməliyyatı müəyyənləşdirək və ona aid digər iki xüsusiyyəti də tapaq. 6-cı sıradan başlayaq. İlham Əliyevin rəhbərliyi altında milli ordumuz 23 saat ərzində hərbi əməliyyatı uğurla başa çatdırdı. Bu, 2023-cü ildə keçirilən antiterror əməliyyatının xarakteri xüsusiyyətidir. Əməliyyat nəticəsində həmin əraziyə köçürülmüş əhalinin separatçılıq meyillərinin qarşısı alındı. Buna sual işarəsi qoyaq. Hərbi əməliyyatın tətbiq olunduğu il Heydər Əliyevin təşəbbüsü ilə əsir müqaviləsi imzalandı. Əsir müqaviləsi 1994-dür. Kəlbəcər, Cəbrayıl, Füzulinin bir sıra kəndləri erməni işğalına azad edildi. Bu, Horadiz əməliyyatı olar. Horadiz. 94-cü ildə də elə Horadiz əməliyyatını yaza bilərik və ya Murovdağ da ola bilər. Deməli, bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağda suveren hüquqları tam bərpa olundu. Bu da 2023 antiterror əməliyyatı olar. 20-ci əsrin 1-ci gündə tətbiq olunan bu hərbi əməliyyat AXC tarixinə aiddir. AXC tarixində bir neçə əməliyyat var. Məsələn, Lənkəran əməliyyatı var, Əsgəran əməliyyatı var. Burada sual işarəsi qoyaq. Deməli, burada biz baxırıq. Antiterror əməliyyatı adında iki variant var. 2, 6. Horadiz əməliyyatına aid 3 ilə 4 deyə bilərik. Deməli, biz burada əsas açar məqamı nədir? Buradakı ipucu bizə cavabı deyəcək. Qondarma respublikanın ləğv olunması ilə nəticələndi. Biz Horadiz məsələsini artıq sıradan çıxarırıq. Çünki Horadiz əməliyyatı nəticəsində qondarma respublika ləğv olunmayıb. Deməli, burada bəhs olunan hərbi əməliyyat Horadiz əməliyyatı deyil. Onu çıxırıq. Antiterror əməliyyatı 2-6 ola bilər. Çünki antiterror əməliyyatı nəticəsində də qondarma respublika ləğv olundu. Dağlıq Qarabağ Respublikası ləğv olundu. Amma onu da götürməyəcəyik. 2-6-nı da götürməyəcəyik. Niyə? Çünki antiterror əməliyyatı 21-ci əsrdir. Burada sualın şərtində 20-ci əsrdə Azərbaycanda tətbiq olunan hərbi əməliyyatlardan biri. Deməli, söhbət hansı əməliyyatdan gedir? Lənkəran əməliyyatından 1919-cu ildə Həbib Bəsəlimovun rəhbərliyi ilə Lənkəran əməliyyatı uğurla icra olunmuşdu Cümhuriyyətimiz dönəmində və bu hərbi əməliyyat nəticəsində Muğan Sovet Respublikası ləğv olundu və bu əməliyyat 1919 20-ci əsrin 1-ci rübü AXC tarixinə aid idi və orada deməli o separatçılıq meyilləri eləyən həmin əraziyə köçürülmüş bolşeviklər idi. Onların bu meyillərin qarşısı alındı. Deməli, doğru cavab olacaq B variantı 1-5.